Salam dəyərli izləyicilər, hər birinizə xoş gördük. Bu gün 5 iyun tarixində 4-cü sinif şagirdləri üçün keçirilmiş monitorinq imtahanında istifadə olunan sualların izahına başlayırıq. Əvvəlcə A variantı riyaziyyat suallarından başlayacağam. İndi şagirdlər iştirak edib, amma kitabçaları yoxdur. Videoya baxaraq onlar doğru cavablarını qeyd edə bilərlər. Buna əsasən də neçə bal topladıqlarını müəyyən edəcəklər. Dostlar, digər variantları da yavaş-yavaş kanalımda paylaşacağam inşallah. Kanala abunə olmağı və videonu da paylaşmağı unutmuruq. Başlayaq birinci sualdan, yəni 31-ci sualdır. Birinci hesablama maşını daxil edən ədədi 2-yə vurur, ikinci maşını isə alınan ədədin üzərinə 3 gəlir. Nəticəni görürük dostlar, 2-yə vurub üzərinə 3 gəlib, nəticə 55 alınıb. Birinci hesablama maşınına hansı ədədi daxil etsək, hər iki maşının ardıcıl keçdikdən sonra nəticə 55 alınır. Tərs əməliyyat olacaq. Yəni 55-dən 3-ü çıxacaqsınız, 52 edəcək, 52-ni 2-yə böləcəksiniz, 26 edəcək. Demək ki, birinci sualda, yəni 31-ci sualda doğru cavab A variantına uyğun gələcək. 32-ci sual. Diaqramda şagirdlərin birinci və ikinci yarımildə oxuduğu kitabların sayı haqqında məlumat verilmişdir. Elmir, Aygün və Əsmərin ikinci yarımildə oxuduqları kitabın ümumi sayı birinci yarımildə oxuduqları kitabların ümumi sayının nə qədər çoxdur? Dostlar, birinci yarımil gördüyünüz kimi göy rənglədir. 6 Elmirdədir. Üstəgəl 6 Aygündədir birinci yarımildə və 8. Toplam 20-dir birinci yarımil. İkinci yarımildə nə qədərdir? 8 üstəgəl 10 üstəgəl 12. 30 da ikinci yarımildə olur. Bax, sualı təkrar oxuyuruq. Birinci yarımildə oxuduqları kitabların ümumi sayından nə qədər çoxdur? İkinci yarımildə oxulan 30 dənə budur, 20 dənə budur. Fərqi nə edəcək? 10 dənə edəcək. Yəni 10 dənə daha çoxdur ikinci yarımildə. Növbəti 33-cü suala baxırıq. Oyuncaq mağazasında məhsulların qeydiyyatı üçün hər oyuncağın 6 rəqəmli qeydiyyat kodu verilir. Əlin aldığı oyuncağın kodunun minliklər sinifindəki rəqəmlərin hər biri cüt ədəd olmaqla cəmi 8, təkliklər sinifindəki rəqəmlərin cəmi isə 9-dur. Əli hansı oyuncağı almışdır? Deməli, minliklər sinifindəki rəqəmlərin hər biri cütdür. Minliklər sinifi dostlar buradır. Burada tək var. Deməli, bu ola bilməz. Cütdür. Burada da təklər var. Minliklər sinifində getdim. Rəqəmlər cəmi minliklər sinifində 8 olmalıdır. A ola bilər. Yəni birinci 611 bu da ola bilər. Daha doğrusu 246 xeyr bu da ola bilmir. Demək ki, elə maşın qalır. Yəni 242, 351 olan. B variantı yenə də yoxlayaq əminlik üçün. Təkliklər sinifindəki rəqəmlərin cəmi də 9-dur. 3, 5, 1 bəli. Demək ki, maşın olacaq. 34-cü sual. Rəsul aşağıdakı ədədləri Venn diaqramında uyğun hissələrə yazır. O, bu ədədlərin neçəsini orta hissəyə yazmalıdır. 3-ə bölünən 5-ə bölünən ədədlər. 3-ə bölünmə əlamətini bilirik, rəqəmləri cəmi. 3-ə bölünməlidir, 5-ə bölünmədə sonu 0 və yaxud da 5 ilə bitməlidir. Dərhal nə edirəm? Sonu 0, 5 ilə bitənlərə baxmaq lazımdır. Yəni, bununla işimiz yoxdur. Bununla da işim yoxdur. Bax, söhbət bunlardan gedə bilər. Bunların hansılarının rəqəmləri cəmi 3-ə bölünürsə, onlar ortaya yazıla bilər. 345, 3, 4, 5 rəqəmlər cəmi 12-dir. Deməli, 345 yazıla bilər. Sonra 155 rəqəmlər cəmi 11-dir, yazıla bilməz. 735 rəqəmlər cəmi 15-dir, yazıla bilər. 630 rəqəmlər cəmi 9-dur, 3-ə bölünür, yazıla bilər. 215 rəqəmlər cəmi 8-dir, yazıla bilməz. 3 dənəsi doğru cavab A variantı olur. Növbəti 35-ci suala baxırıq. Səmranın lentlər yığılmış 2 qutusu var. Qutularda olan lentlər və onların uzunluqları haqqında məlumat verilib. Birinci qutudakı göy lent, yəni sualı oxuyuram aşağı hissədən. İkinci qutudakı göy lentdə nə qədər uzundur? Dostlar, göy lent budur. Birinci qutudakı 2,4 metrdir. İkinci qutuda 1,1-dir. Bunların fərqi lazımdır. 2,4-dən 1,1 çıxanda 1,13 qalır. A variantına uyğun gəlir. Yəni digərlərinə heç ehtiyacımız qalmadı. Sonra 36-cı sual. Aysel 237 səhifəli kitabı oxumağa başladı. O ilk 3 gün hər 15, daha doğrusu 15 səhifə oxuyur. Hər gün 15 səhifə oxuyur. Edilir 45 səhifə. Sonraki günləri isə hər gün 12 səhifə oxuyur. Aysel kitabı ümumiyyətlə neçə günə bitirər? Dostlar, 3 gün 15-dən 45 etdi. 237-dən çıxırıq 45-i 192 qalır. 192-ni də 12-yə böləndə 16 edəcək. Cavab 16 deyil. Yəni 16 gün buradadır, 3 gündə əvvəldən. 16-nın üstü 3 gəlirəm, toplam 19 gün vaxtı gedəcək. Ulduzlar müəyyən qayda ilə düzülmüşdür. 4-cü şəkildəki ulduz sayını tapın. Deməli, 1, 4, 9. Yəni özünə vurur ədədi. 1-i 1-ə vuranda 1, 2-ni 2-yə vuranda 4, 3-ü 3-ə vuranda 9, 4-ü 4-ə vurub 16 alacaq. Bu sualın demək olar eynisini yazmışıq biz dəfələrlə. Sonra 39-40-cı sualları şəklə əsasən cavablayacağıq. Göldə təxminən 38.400 kub metr su var. Aparılan müşahidələrə görə il ərzində gölə təxminən 9600 kub metr yağış suları düşür. İl ərzində buxarlanma isə yağış sularından təxminən 960 kub metr çox olur.
il ərzində nə qədər su buxarlanır? Dostlar, buxarlanma barədə bildirir ki, il ərzində buxarlanma yağış sularından bu qədər çoxdur. Yağış suları nə qədərdir? 9600-dür. Bundan 960 çox. Yəni üzərinə gəlmək lazımdır. Edəcək 10560. Diqqətli oluruq. Buxarlanma yəni bundan çoxdur 960. Cavab 960 yazmırıq. Sonra 40-cı sual. Burada həllinizi qeyd etməliydiniz. Növbəti illərdə də müşahidə nəticələrinin eyni olacağı güman edilir. Bu zaman 2 il ərzində, daha doğrusu 2 il sonra göldəki suyun miqdarı nə qədər olar? Bax, diqqət yetirirsiniz dostlar. 9600 tökülür, amma bundan 960 kub metr çox buxarlanma olur. Demək ki, göldəki su azalacaq. Bunu yaza bilərdiniz bax oradakı. Get-gedə azalacaq. Buxarlanma daha çoxdur. İlə nə qədər çox buxarlanır? 960. 2 il ərzində 960-ı vurursunuz 2-yə, 1920 buxarlanmadır. 38400 var idi. Çıxırsınız birbaşa 1920-ni. Belə də yaza bilərsiniz. Çünki 960 tökülür, 9600 daha doğrusu. Ondan 960 vahid çox buxarlanır dostlar. Daha mən eyni ədədi yazmıram da 10560-ı. Çünki çıxanda yenə 960 buxarlanmada qalır. İndi bunun fərqini tapsaq 38400 edir 36480. Yəni bu qədər su qalacaq kub metr olaraq. Təkrar edirəm, siz danışdıqlarımın hamısını bura yazmalı idiniz. Mən təbii ki, detallarına getmirəm yazı hissəsinə. 37-ci sual aşağıda verilən variantlardan hansı silindrin açılış şəklidir? Silindir dostlar D variantı olacaq. Vaxt itirmirik. 41-ci sual. Səmaya xala saydığı 12 litr südün yarısını 3 litrlik bankalara, digər yarısını isə 500 ml bankalara yığdı. Səmaya xala ümumilikdə neçə banka lazım oldu? Dostlar, yarısı, yəni 12 litrin yarısı 6 litrdir. 3 litrliklərə böləndə 2 banka buradan lazım olur. Digər yarısını da, yəni 6 litri də yarım litrliklərə tökəndə 12 dənə də belə lazım olacaq. Toplam 14 dənə edəcək. Sonra şəkildə verilmiş fiqurun göstərilən xəttə görə simmetrik təsviri hansı variantda düzgün təsvir edilmişdir? Simmetrikdirsə, dərhal dostlar, bax buradan bir vahid bu hissəsindən başlamalıdır. Deməli, B ola bilməz. C ümumiyyətlə başqa bir fiqura bənzəyir, yoxsa eynisidir. Mənə baxaq, mənim nəzərimdən qaça bilər. Yəni B bildiyinizdə nəyə görə sıradan çıxdı? C-də baxırıq, yox. C-də xətt, daha doğrusu A-da xətt əyridir. Görürsünüz, burada xətt eynidirsə, burada da eyni şey olmalıdır. Aha, D variantı deyəsən uyğun gələcək. Yəni diqqətlə baxırıq. 2, 2, bəli, buradakı məsafə 2-dir, bunda 3-dür. Demək ki, doğru cavab D variantı qalır. Yəni simmetriya güzgü əksidir. Sual 43. Fiqurlar qrupuna üstdən baxdıqda görünən üçlük variantlardan hansıdır? Deməli, hansı variant uyğun gələcək dostlar? Bu ola bilməz. Burada deməli dairə, burada yox, aşağısı üçbucaq olacaq. B-də ola bilməz. C-də sıradan çıxır. D variantı qalır. Çünki bu üçbucaqdır üstü. Bu dairə formasındadır. Bu da dördbucaqlı. Bəli, D variantı düzgün cavabdır. Sual 44. İki dost hər birinin qiyməti A manat olan 3 ədəd konstruktor dəsti almaq istəyir. Konstruktor dəstinin ümumi məbləğinin 21 manatını birinci dost, qalanını isə ikinci dost ödədi. İkinci dostun ödədiyi məbləği göstərən ifadə hansıdır? Deməli, 3 dənə konstruktor dəst almaq istəyirlər dostlar. Hər birinin qiyməti də A manatdır. Konstruktor dəstinin ümumi məbləğinin 21 manatını birinci dost ödəyir. Ümumi məbləğ 3A-dır. Bunun 21 manatın birinci dost ödəyirsə, bunu çıxıram. Qalanı ikinci dost ödəyəcək. Aydındır? Yəni hər birinin qiyməti A idi. 3-ə vurdum, 3A aiddir ümumi qiymət. 21 manatın bu ödədi. Deməli, yerdə qalan pulu ikinci dost ödəyəcək. 3A çıxılsın, 21 qalacaq. Sonra 45-ci sual. Burada 45 düşməyib. Yəqin növbəti səhifələrdə deyil ki, gəlin 45. Buradadır. Bunları işləyib sonra yuxarı qayıdarıq. Bir elektrik hər birinin qiyməti eyni olan 100 ədəd lampaya 60 manat ödədi. Deməli, hər birinin qiyməti eyni olan 100 ədəd lampaya 60 manat ödəyibsə, birinin qiyməti 60 qəpikdir. Lakin bu lampalardan 20-si istifadə üçün yararsız oldu. Bu alış-verişdən elektrik nə qədər ziyan etdi? Dostlar, biri 60 qəpikdir. 20-si yararsız olursa, 60 qəpiyi 20-yə vursa, edir 1200 qəpik. Yəni 12 manat ziyan edəcək. Doğru cavab A variantı. Sual 46. Oyunbaz kub şəkilli qutunun üzərinə kənar çevrəsinin radiusu 30 sm olan halqa qoyub ifasını təqdim edir. Burada göstərir şəkildə. Oyunbaz halqanın ən yuxarı hissəsində dayanır və onun halqanın üzərindəki ayağının yerdən hündürlüyü 80 sm-dir. Deməli dostlar, buradan bura məsafə 80-dir.
Buna diqqət yetirirsiniz. Təkrar edirəm, bax bu hissədən, ha, burada yazıb zaten şəkildə var, diqqət yetirək. Çox gözəl. Kub şəkilli qutunun tilinin uzunluğunu tapın. Bunun radiusu 30-dursa, deməli buradan bura məsafə 60-dır diametr. Onda bura nə qalır? 20 qalır. Vəssalam, kub şəkilli qutunun deməli tili 20 santimetrə uyğundur ki, cəmi 80-dir. Yəni orada 30 aldanmaq olmaz ha. 80-də 20 çıxmış 60 falan, düzdür, variantlarda qoymayıblar yaxşı ki. Sual 47. A və B şəhərlərindən qarşı-qarşıya avtobus və mini avtomobili yola düşdü. Bu avtobusun, daha doğrusu avtobusun sürəti 80, avtomobilin sürəti 90-dır. 3 saat sonra onlar arasındakı məsafə 50 kilometr olarsa, A və B şəhərlər arasındakı məsafə neçə kilometrdir? Dostlar, 80 ilə 90-ı toplamaq lazımdır. Qarşı-qarşıya hərəkətdir. 177. 170-i vuracaqsınız 3-ə. 510 etdi. Üzərinə də 50-ni gəlirsiniz, edəcək 560. Doğru cavab C variantı. Sual 48. Qayıtdıq bura. Gün ərzində restoranda satılan təbii meyvə şirələrinin sayı haqqında məlumat cədvəldə verilib. Deməli, portağal 84, alma 48, ananas 24. Aha, belə bir cədvəldə verilir ki, portağal şirəsi, alma şirəsi. Aha, alma şirəsini dostlar 4 dənə ilə ifadə edibsə, 48 4-ə bölün, deməli 1 12-dir. Sonra burada da böləndə eyni şey olacaq. 12 düşür. 84-ü də 12-yə bölmək lazımdır. Deməli 4 dənə və yarısı düşməlidir. Çünki 4 yarım. Niyə belə olmadı? Burada bir daha baxaq. Bəlkə mən nəyisə yanlış böldüm. 84 böl 12 yox, 7 düşür. Bəli, yanlış bölmüşəm kalkulyatorda. Deməli dostlar, 7 dənə 3, 6, 7 elə A variantı olacaq. Bəli. Ümid edirəm anlaşıldı. Yəni 48 dənə buna uyğun gəlirsə 48-i 4-ə bölürsüz 12 düşür. Yəni hər stəkan 12 deməkdir. 84-ü 12-yə böləndə 7 alacaqsınız. Sual 49. Bağça 2 hissəyə ayrılmışdır. Birinci hissədə hər sırada 24 ağac olmaqla 15 sıra. 24-ü vurdum 15, 360 üstə gəl. İkinci hissədə isə hər sırada 11 ağac olmaqla 30 sıra var. 30-u vur 11-ə. Bu da etdi. Cəmi 690. Bağçada cəmi neçə ağac var? 690 ağac var. C variantı olur. Növbəti 54-cü sual. Mağazaya hər birində A kiloqram olmaqla 4 yeşik alma və hər birində B kiloqram olmaqla 5 yeşik armud gətirildi. Mağazaya gətirilən alma və armudun ümumi kütləsini riyazi ifadə şəklində yazmalıyıq. Dostlar, A-nı vuracaqsınız 4-ə, 4A üstə gəl 5-i də B-yə vuracaqsınız və toplamaq lazımdır. Sual 55. Mağazada 73 manatlıq alış-veriş edən müştəri 21 manat nağd ödəniş etmişdir. Aha. Müştəri qalan məbləği kartla ödəmək istəyir. Onun kart hesabında ən azı neçə manat pul olmalıdır? Ən azı dostlar 52 manat olmalıdır. Yəni 21 manatın nağd veribsə 52 manat pul olmalıdır ki, o qalan pulu ödəyə bilsin. 56-57-ci sualları deməli tərəziyə əsasən cavablandıracağıq. Tarazlıqda olan tərəzinin bir gözündə qarpız və armud sol tərəfdə, digər gözündə isə kütləsi eyni olan 3 ədəd çəki daşı qoyulmuşdur. Armud və qarpızın birlikdə kütləsi 2100 qramdır. Deməli 2100-ü dərhal 3-ə bölsə düşəcək 700 qram. Bu çəki daşının hər biri 700 qramdır. Bir çəki daşının kütləsi 700 qram, bunu tapdıq. Tarazlıqda olan tərəzinin bir gözündə qarpız, digər gözündə isə ananas və armud qoyuldu. Aha, qarpızın ayrıqda kütləsi 1 kiloqram 800 qramdır. Bu 1,800-dür. Dostlar, cəmi 2100 idisə burada, deməli armud 300 qram qalır. Burada armudun kütləsi oldu 300 qram. Ananasın kütləsini tapmalıyıq. Tarazlıqdadırsa, deməli bu nə olacaq? 1800-ə bərabər olmaq üçün 1500 olacaq. Burada həlli yazmaq lazımdır. Mən detallarına getmirəm. Burada səsləndirdiyim fikirləri ora qeyd etməlisən. Təkrar edirəm. Yəni bu 2100-dürsə, qarpızın da aylıqda çəkisi 1800-dürsə, deməli 300 qalır orada o biri tərəfə keçirəndə. Sonra son 3 suala keçid edirik. Burada biz deyəsən 50-ni izah etməmişik, eləmi? Yoxsa təkrardır bunlar. 49. Okey, o hissə qalıb. Evi yox, burada izah edirik, fərq etməz. 50-ci sual qalıbmış dostlar. Ələ aldığı kitabları 5 dəfə hər birində bərabər sayda olmaqla yığdı. Hər həftə 7 kitab oldu. Cəmi neçə oldu? Neçə kitab olduğunu tapmaq lazımdır dostlar. Deməli, hansı tənlikdən istifadə etmək lazımdır? X bölü 5 bərabərdir 7. Yəni 5 5 bölür, bərabər olur 7-yə. Bu dəfələrlə düşən sualdır. Sonra 51-ci sualda təkrardır. 5,6 çıx. 2,3 üstə gəl 1,2 4,5 qalır. D variantı. Rənglənmiş fiqurun sahəsini tapmaq lazımdır dostlar. Bu hissəni belə tamamlayırsınız. 4, 10, etdi 40. Bura 3-dür. Deməli bura 1-dir. 40-dan 3 çıxacaqsınız 37 qalacaq. Sual 53. Dairə şəklində piroqu bərabər dilimləyiblər. Aha, bu da təkrar sualda. 60 dərəcədirsə 360-60-a bölürsünüz.
Pirog 6 uşaq arasında bölünüb, dəfələrlə işləmişik bunu. Sual 58. Kuboid formalı akvariumun ölçüsü 30, 10 və 40-dır santimetr olaraq. Akvariumun 4/3 hissəsi su ilə doldur. Akvariumda neçə kub santimetr su var? Həcmini tapanda bilirsiniz də. 30-u vurun 10-a, vurun 40-a. 12.000 etdi. Bunun 4/3 hissəsi böl 4-ə vur 3-ə. 9.000 qalacaq. Ümid edirəm yanlış etmədik. Təkrar vuraq. Sıfırlarda yanlışım ola bilər. Aha, 12.000-in 4/3 hissəsi bəli 9.000 edir. Dostlar, siz də baxın, ola bilər hansısa bir rəqəmi vuranda səhv vuraram. Amma siz özünüz dəqiq versiyanı görə bilərsiniz. Yəni hesablama səhvim olarsa. Sual 59. Bir ot bağlaması bir inəyin 2 günlük, bir qoyunun isə 6 günlük yem ehtiyacını ödəyir. Aha, Elvinin 8 inəyi və 23 qoyunu vardır. O 30 günlük yem ehtiyacı üçün neçə bağlama ot tədarük etməlidir? Deməli, bax, diqqət yetirirsiniz nəyə? Burada nə var? İnəyin, yəni bir ot bağlaması inəyin 2 günlük ehtiyacını ödəyir. Yəni bir inəyin. İndi 8 dənə inəyi varsa, bizə də 30 günlük lazımdır. Bax, bu hissəyə də diqqət yetirməniz lazımdır ki, ümumi olaraq belə deyim. Gəlin başdan başlayaq. Çünki 30 günlük deyirsə elə əvvəldən işimi etibarlı tuta bilərəm. Nəyə nəzərdə tuturam? Bir ot bağlaması 2 günə çatırsa dostlar, deməli bir inək üçün 15 dənə bağlama gətirsə, hərəsi 2 gün kifayət edirsə, 30 günə kifayət edəcək. 15-i vuracam 8-ə, üstə gəl. Qoyunda bu 6 gündür. 36-ya böləndə deməli 5 dənəsi olsa, bir qoyun üçün 30 günlük kifayət edir. 23-də vuracam 5-ə. Bunu hesablamaq lazımdır. 15 vur 8 üstə gəl. 23 vur 5. 235 aldım. Bu şəkildə olacaq dostlar. Növbəti 60-cı sual. Diaqramda fevral ayında işıq, qaz və su üçün xərclərin payı göstərilir. Ümumi xərc 56 manatdır. Qaza xərclənən pul işığa xərclənən puldan neçə manat çoxdur? Deməli, qaz nə qədərdir? 7-də 4 hissə. 56-nın 7-də 4 hissəsi. 56-nı böl 7-yə vur 4-ə. 32 manat qazdır. İşıq nə qədərdir? 7-də 2 hissə. 56 böl 7 vur 2. Deməli, 16-da bu etdi. 32-dən 16 çıxanda nə qədər? Neçə manat çoxdur? 16 manat daha çox alırıq. Belə dostlar, digər variantları da paylaşacağım. Videonun ətrafınızda olan digər şagirdlərlə bölüşün ki, onlar da öz cavablarını yoxlaya bilsinlər. Təşəkkürlər.